Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah biləndir, müdrikdir. Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, onun elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır. Müşriklər küfr etdiklərini bildikləri halda onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən,